Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında sizlərlə görüşə Quran oxumağın fəzilətləri mövzusu ilə gəlmişik. Hər insana həyatına istiqamət verən, nur saçan rəhbərə ehtiyac var. Biz müsəlmanlar üçün isə bu rəhbər Quran-ı Kərimdir. Allah Taala buyurur, həqiqətən bu Quran ən doğru yola yönəldir. Quran insanı zülmətdən işıqlığa çıxaran, ona həqiqəti, əxlaqı və doğru yolu göstərən ilahi kəlamdır. Quran-ı Kərim bizlər üçün ancaq kitabdan ibarət deyil, eyni zamanda yaşanılası və həyatımıza tətbiq olunması bir yol xəritəsidir. Bəs bu ilahi kitabı oxumaq bizə hansı mənəvi təsiri göstərir? İnsanın ruhunda nə kimi dəyişikliklər baş verir? Bu və digər sualların cavabını qonağımız İmam Əli Məscidinin imamı Mirzəli Ağa Mirzəzadədən eşidəcəyik. Mirzəli müəllim, xoş gəlmişsiniz. Sizi verilişimizdə görməkdən şadıq. Ümid edirik ki, yaxşısınız. Çox sağ olun, minnətdaram. Dəvətiniz üçün təşəkkür edirəm. Şükür, hamd olsun, biz də yaxşıyıq. Biz təşəkkür edirik, çox şükür. Quranın baharını yaşadığımız Ramazan ayında Quran-ı Kərimlə bağlı mövzuya toxunmaya bilməzdik. Bəzən elə anlar olur ki, gündəlik qayğılar içərisində qəlbimizin boş qaldığını, dünya adına olan sıxıntıların içərisində yox olduğumuzu hiss edirik. Xüsusən o anlarda Quran-ı Kərim oxuduqda bizə bir aramlıq, rahatlıq gəlir. Sualım ondan ibarətdir ki, Quran oxumaq və öyrənməyin insana mənəvi təsirləri nədən ibarətdir? Bismillahirrahmanirrahim. Bağışlayın və mehriban Allahın adı ilə. Həzrət Peyğəmbərimiz buyurur ki, Quran-ı Kərim barəsində əgər istəyirsinizsə siz Allahla danışasınız, namaz qılın. Əgər istəyirsinizsə Allah sizlə danışsın, o zaman Quran-ı Kərim oxuyun. O ki, vurğuladınız, insan həqiqətən dünya qayğıları ilə, maddiyyatla qəlbi dolu və narahat olanda bir aramlıq axtarır, aramlıq istəyir. Bu zaman insanın sığınacağı yeri Quran-ı Kərimdir. Çünki Quran-ı Kərim Allahın kəlamıdır. Həm məzmun olaraq, həm söz olaraq. Əziz Allahımız da Quran-ı Kərimdə oxuyanda sanki birbaşa bizim özümüzlə danışır. Böylə tövsiyə edirlər ki, Quran-ı Kərim oxuduğunuz zaman Həzrət Peyğəmbərə nazil olub bir zamanlar və indi 1400 ildən sonra mən həmin kitabı açıb oxuyuram şəkildə oxumur. Bu cür oxusan onun sənə təsiri, mənəvi təsiri çox az olacaq. Quran-ı Kərimi açıb oxuduğun zaman sən bu cür təsəvvürlər ki, sanki Allah Taala həmin ayələri bu anda sənin qəlbinə nazil edir. Ki o zaman Allahın mərhəmət ağzından da məqasid edilməz məcazi mənada sənin qəlbinə süzülür və sən o aramlığı, rahatlığı hiss edəcəksən. Quran-ı Kərim yaşayaraq oxumaq lazımdır. Bəli. Çünki Quran-ı Kərim Allahın kəlamı olduğu üçün o kəlamın özünün orijinaldan oxumağının bir öz fəziləti var, üstünlüyü var. İnsanın o rəhmət mənbəyindən gələn bir məktubu oxuması insanın qəlbinin sıxıntısını aradan aparır. Ki, məsələn, hədisdə var, Həzrət Peyğəmbər buyurur ki, hər kəs Quran-ı Kərim oxuyarsa, onun bütün günahları bağışlanmış olar. Və yaxud da ki, Həzrət Peyğəmbər buyurur ki, hər kim Quran-ı Kərimdən bir ayə oxuyarsa, 100 dənə şəhidin mükafatına verirlər, savabı ona verirlər. Maraqlı bir sual yaranır. Necə ola bilər ki, mən bir dənə Quran-ı Kərimdən Bismillahirrahmanirrahim ayəsini oxuyuram, amma Allah o bir dənə ayəni, cümlə oxuduğum üçün mənə 100 dənə şəhidin savabını verir, mükafatını verir. Bunun cavabı çox sadədir. Çünki o ayə mənim qəlbimdə, mənim ruhumda elə bir işlər görür ki, yəni məni təmizləyib bu məqama gətirib çatdırır ki, sanki mən 100 dəfə Allah yolunda cihad eləmişəm, öz nəfsimlə cihad eləyib və qalib gəlib və ömrümün sonunda şəhadət məqamına çatmışam. İnsan Quran-ı Kərim yalnız insanın mənəviyyatı ilə bağlı deyil. Yəni, insan təkcə mənəviyyatını, qəlbini aramlaşdırmır. İnsan həmçinin dünyada onun psixologiyasını, rahatçılığını əldə etməyinə səbəb olur. Çünki əvvəldə qeyd elədik, rəhmət mənbəyindən gələn bir ilahi kitabdır. Yəni, orada Allahın qoxusu var, belə demək mümkün isə, o kəlmələrin özündə, ruhunda. İnsan onu oxuduğu zaman bu dünya maddiyyatının xüsusiyyəti bundan ibarət ki, insanı özünə cəzb eləsin və insanı sıxsın. İnsan bu sıxıntıdan azad olmaq istəyirsə Allah'a tərəf aparmalıdır. Ki, Quran-ı Kərimdə bir ayə var, Allah buyurur ki, Allahın əzabından Allah'a sığının. Allahın əzabından Allah'a sığınmaq, yəni mən ki, günahlar etmişəm, bu günahların nəticəsində Allah tərəfindən mənə əzablar gələcək, bəla gələcək, o bəladan əmanda qalmaq üçün Allah'a sığının, Allahın kitabına sığının. Və bu dünyada olan bizə olan təsirləri, axirət təsirlərindən biri də budur ki, Həzrət Peyğəmbər buyurur ki, qiyamətin günündə Allah Taala qarilərə, yəni Quran oxuyan şəxslərə belə bir nida gələcək ki, oxu və yüksəl. Nə gözəl hədisdir. Oxu və yüksəl. Quran-ı Kərimə nə qədər əzbərə bilirsən və ya üzrünü nə qədər oxuya bilirsənsə, oxu günən və yüksəl günən. Amma Allah eləməsin, Allah'a sığınaq o zaman ki, Allah Taala bizə desin ki, oxu və tənəzzül elə, cəhənnəmin ən aşağılarına getkin. Ki,
Quran-ı Kerim ve eyni zamanda Ramazan ayıdır, Quranın baharıdır dedi. Allah Teala Ramazan ayına o qədər fəzilət verib. Və bunu deyəm, sözümün tam mənası aydın olsun. Allah Teala Ramazan ayı barəsində çox fəzilətlər var, bilirik də. Həzrət Peyğəmbər buyurur ki, Ramazan ayı daxil olduğu zaman İnsan əgər bu ayda oruç tutarsa, özünün üzərində işləyərsə, nəfsini və qəlbini təmizləyərsə, Ramazan ayı çıxdığı kimi o bütün günahlar və çirkinliklər də insanın qəlbindən və ruhundan xaric olar. Amma başqa bir hədisdə buyurur ki, əgər Ramazan ayı çıxa və insan özünü Allah qatında bağışlatdıra bilməyə ən bədbəxt insandır. Vay olsun Allah. Niyə ən bədbəxt insan? Çünki bu qədər fəzilətin, mərhəmətin və bu qədər güzəştli olunduğu bir zamanda əgər mən özümü təmizləyə bilmədimsə, qəlbimi təmizləyə bilmədimsə, ən bədbəxt olmağa layiqəm. Ki Allah eləməsin, ən bədbəxt insan da bilirik. Tarixdə Həzrət Peyğəmbərdən İbn Mücəm barəsində buyurulur ki, ya Əli səni bədbəxtlərin ən bədbəxti şəhid eləyəcək. Əgər biz də bu Ramazan ayında özümüzü bağışlatdıra bilməsək, Quran-ı Kerim vasitəsindən, Quran-ı Kerim qiraətindən, oxumağımızla və eyni zamanda ona əməl etməklə, o zaman Allah etməsimizlə həmin İmam Əleyhisselamın qatili ilə bir cərgədə bizim adımız yazılacaq. Ona görə Allah pənah aparaq bu bəladan, bu çətinlikdən və bu sınaqdan. Buna görə Quran-ı Kerim oxumaq fəziləti çoxdur. Amma onu oxuyub əməl etməsək, o zaman həm dünyada tənəzzül eləyəcək və həm də axirət tənəzzül eləyəcək. Amma əgər oxusa, Allaha pənah aparsa, o zaman həm dünyada ucalacaq. Peyğəmbər bir hədisində buyurur ki, Quran oxuyanlara xüsusi hörmət göstərin. Çünki onların dilindən və qəlbindən Allahın kəlamı sözülür. Allah onların vasitəsilə sizinlə danışır. Və qiyamətin günü Allah təala bizə buyuracaq ki, oxu və yüksəl. Beşinin ən ali zirvələrinə qədər gedib çıxa bilərik inşallah. İnşallah yüksələnlərdən olaraq Mirzəli müəllim. Bəzən insanlar müntəzəm olaraq Quran-ı Kərimi oxumaq istəsələr də, bu vərdişi davamlı hala gətirməkdə çətinlik çəkirlər. Quran-ı Kərimlə olan bağımızı möhkəmləndirmək üçün Quran oxumaq vərdişini necə qazanmaq olar? Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Varattilil Qur'anı tərtilə." Quran-ı Kərimi tərtillə, gözəl bir formada oxuyun. Biz də gözəl şəkildə oxumağımız üçün gərək Quran-ı Kərimi üzrdən oxuya bilək. O vərdiş bizdə yaransın. Əgər o vərdiş bizdə yaranmasa, o zaman Quran-ı Kərimi Allahın əmrinə itaat edərək oxuya bilmədik. Çünki Allah bizə deyir ki, "Varattilil Qur'anı tərtilə." Quran-ı Kərimi gözəl bir şəkildə oxuyun, gözəl bir biçimdə oxuyun. Bunun üçün bizdə vərdiş yaratmalıyıq. Bu vərdişin yaranması üçün də ən gözəl fürsət elə Quran-ı Kərim bahar olan Ramazan ayıdır. Ki bu elə bir aydır ki, "Xayrun min əlfi şəhrdə" Allah Teala buyurur. 1000 aydan üstündür. Yəni əgər mən bu ayda Bismillah deyib başlasam Allahın adı ilə Quran-ı Kərim oxumağa, öyrənməyə və ya oxuyuramsa, amma zəif oxuyuramsa, bunu gözəl, mükəmməl şəkildə oxumağa çalışsam, o zaman Allahın mənə xüsusi rəhməti və dəstəyi olacaq. Bunun üçün insan özünə proqram çizməlidir. Proqram tökməlidir ki, məsələn, gün ərzində bir səhifə və ya 2 səhifə həm oxusun, həm dinləsin qarilərdən birini, məşhur qarilərimizdən və ya öz elə Azərbaycanımız olan qarilərindən də hər hansısa bir qarini dinləyə bilər. Hacı Rüslan var, Hacı İlkin var, dünya şöhrətli qarilərdən Mustafa İsmail var və yaxud da ki, Minşan var Quran-ı Kərim. Bunları dinləyərək oxumaq. Məsələn, bir surəni götürsünlər. Məsələn, qısa surələrdə təzə başlayan əzizlərimiz isə qısa surə götürə bilərlər. Məsələn, elə ən gözəl Qədir surəsi ola bilər ki, Qədir gecələrindən, fəzilətindən bəhrələnmiş olar. Qədir surəsini götürsünlər, həm özləri oxumağa çalışsınlar üzündən, həmin oxuyan şəxsi dinləsinlər ki, qulaq eşitsin onu. Çünki qulaq eşitdiyi zaman beynin siqnal ötürür ki, bunu bu cür oxumaq lazımdır. Gözlə də izlər. Göz də görürsən və göz də ona siqnal ötürür və dil də deyir, vərdiş yaranır. Üç tərəfdən sən bunu yavaş-yavaş oxuyursan. Amma diqqət etmək lazımdır ki, bu 1 günlük, 2 günlük, 5 günlük olmasın. Davamlı şəkildə olsun. Bəli. Çünki Peyğəmbərdən hədis var ki, Quran-ı Kərimi tərk eləməyin. Ən azı gündə heç olmasa 50 ayə oxuyun. 50 ay oxuya bilmiriksə, heç olmasa bir səhifə oxuyaq. Ki, gecə yatdığımız zaman və ya gün ərzində müəyyən bir vaxt tapaq, 15 dəqiqə, 20 dəqiqə vaxtımızı ayıraq, davamlı şəkildə Quran-ı Kərimlə məşğul olaq və bir səhifəni oxuyub keçirik. Adətən əzizlər bu cür eləyir. Çünki biz də Allahın izni və lütfü ilə Quran-ı Kərim dərsləri deyirik. Orada görürük, bəzi təbliğlərimiz olur ki, məsələn, ona bu proqramı verəndə bir səhifəni oxuyur, keçir növbəti gün sabahsı səhifəni oxuyur. Gəlib öbürsü gün, 3-cü gün sən həmin səhifədən soruşanda artıq oxuya bilmir, çətinlik çəkir. Mükəmməl şəkildə bitirməli olsa yəni. Öyrən mükəmməl şəkildə bir həftədə olsa eyb eləməz. Bir həftə bir səhifəni öyrən mükəmməl şəkildə üzündən oxumağı, təcvid qaydaları ilə və eyni zamanda tərtil şəklində gözəl bir şəkildə öyrəndən sonra keçsinlər ikinci səhifəyə. Əgər bu formada özümüz üçün bir proqram tərtib edəsək, ən azı 1 illik, o zaman görəcək ki, biz artıq Quran-ı Kərimi rahat şəkildə öz ana dilimiz kimi özünə rahat şəkildə oxuya bilirik. Və
Quran-Kərimi bir də qeyd edək ki, ən gözəl, əgər əzizlərimiz başlamışlarsa Quran oxumağa, ən gözəl fürsətdir. Ramazan ayında Qurana baharında başlasınlar. Və oxuya bilən əzizlərimiz varsa, amma biraz tənbəllikləri varsa, yəni də ən gözəl fürsət Qurani-Kərimdir. Tənbəlliyi aradan qaldırsın. Ki, insan öz başına buraxsaq, insan tənbəldir. Ona görə Allah təala bizi məcbur edir ki, bəzən ibadətlərimizdən ki, bizdə o tənbəllik aradan keçsin ki, inkişaf eləyə bilək. Müzəmmil müəllim, ətraflı suallara cavab verirsiniz, təşəkkür edirik. Növbəti sualımı vermək istəyirəm. Qurani-Kərimin ərəb dilində oxunmasının fəziləti məlumdur. Lakin ərəb dilini bilməyən bir şəxs üçün Qurani-Kərimi Azərbaycan dilində oxumaq kifayət edirmi? Qurani-Kərimi ərəbcə oxumağın fəziləti ki, məlumdur. Hamımız bilirik. Çünki Qurani-Kərimin orijinalı Allah tərəfindən gələndir. Yəni həm mənası Allah tərəfindən göndərilib Peyğəmbərimizin qəlbinə, həm də ayənin özü, yəni Bismillahirrahmanirrahim necə yazılıbsa, indi Qurani-Kərimlərimizdə o formada Peyğəmbərimizin qəlbinə nazil olub. Ki, tövsiyə olunur orijinaldan oxuyaq. Amma oxuya bilmirəm və indi başlamaq istəyirəmsə oxumağa, bu o demək deyil ki, mən Azərbaycan dilində, öz doğma dilimizdə oxumayaq. Mən ancaq ərəb dilindən oxumalıyam, orijinaldan oxumalıyam. Xeyr. Əziz Allahımız Qurani-Kərimdə Peyğəmbərimizin dilindən buyurur ki, və qalər-Rasul ya Rabbi innə qavmi ittəxəzu həzəl Qur'anə məhcura. Ey Allahım, mənim qövmüm, mənim tayfam, mənim ümmətim bu Qur'anı çox sələn saydılar. Bunu əldən buraxdılar. Və bu məhcur sözün mənası budur ki, yəni bundan yaşamaqdır. Qurani-Kərimin yaşamağımız üçün onun mənasını bilək. Öz doğma dilimizdə oxumalıyıq ki, bunun bizim boyumuzda vəzifədir. Əgər mən bunun tərcüməsini bilməsəm, Allahın istədiyi kimi yaşaya bilmərəm. O öz yerində. Bunun üçün də gərək, belə deyək də, öz ana dilimizdə oxusaq əcri mükafatı var. Amma orijinalından oxuduğumuz kimi əcri mükafatı olmayacaq. Çünki bizə tövsiyə olunan orijinaldan oxumaqdır. Amma orijinal ərəbcəsinin yanında da həttəmən mütləq bunun yanında tərcüməsi də olmalıdır. Ki, həm ərəbcəsindən oxuyaq, Allah tərəfindən nazil olduğu kimi bunun fəzilətindən, mərhəmətindən, məğfirətindən faydalana bilər və eyni zamanda onun tərcüməsini bilək ki, Qurani-Kərimdən yaşaya bilər. Ona görə Azərbaycan dilində də oxuya bilsək ki, bu özü də bir nemətdir, lütfdir ki, ən azından Qurani-Kərimi tərk etməmişəm. İlahi, sən özün bilirsən ki, dünya işləri mənim başımı qarışdırır və ya cisim olaraq problemlərim var, ərəbcəsini oxuya bilmirəm. Amma mən istəyirəm sənin dediyin dini biləm, yaşayam və buna görə də öz doğma dilimdə oxuyuram. Ki, tövsiyə olunur ki, öz doğma dilimizdə də oxumalıyıq, bilməliyik. Amma əgər ərəbcəsinin mükafatını əldə etmək istəyirsə, təbii ki, ərəbcə oxumalıyıq. Amma doğma dilimizdə oxumaq ki, vəzifədir. Ki, oxunmasaq mənasını bilməyəcəyik. Üzr istəyirəm, belə deyə bilərikmi? Ərəbcə oxuyub mənasını bilmirik. Allah Taala bunun bir fəziləti var, verir bizə. Amma Azərbaycan oxuyuruq ərəbcə, mənasını bilmirik, əməl də etmirik. Amma öz dilimizdə oxuyuruq, əməl də edirik. Bəs bunu müqayisə edəriksə necə? Bunun müqayisəsində ikincisi, üçüncüsü daha doğrusu ən gözəlidir. Yəni oxuyub əməl etməkdənsə, oxuyub başa düşməyib və əməl etməməkdənsə, elə öz doğma dilimdə oxuyub oxuduqlarıma əməl etməyim ondan daha üstündür. Amma əgər həm oxuyub, həm tərcüməsini bilib, həm də əməl etsən ki, bu ən fəzilətlidir. Fəzilətin üzərində fəzilət nurun ələn nurdur. Bu baxımdan gec olmadan əzizlərimiz həm öz doğma dilində oxumalıdır ki, ərəb dilində oxuyub, amma tərcüməyə fikir verməyən əzizlərimiz çoxdur, çox təəssüflər olsun. Buna görə də həmin əzizlərimizi din adı altından aldadıb yoldan çıxardırlar və İslam dininə xaric edirlər, başqa məqsəd üçün istifadə edirlər onlar. Ona görə həm ərəbcə oxumağa çalışmalıyıq və eyni zamanda ərəb dilinin yanında mütləq şəkildə tərcümə olmalıdır ki, indi məsələn elə bizdə öz doğma diyarımızda Vasif Məmmədəliyev Allah rəhmət eləsin gözəl tərcümə qoyub gedir və indi həmin tərcüməni gözəl bir şəkildə nəşr edirlər. Məsələn, sağ tərəfində ərəbcəsini yazıblar, sol tərəfində tərcüməsini yazıblar. Çox gözəl olar ki, insan həm ərəbcəsini oxusun buradan, həm də sol tərəfindən də onun tərcüməsini oxusun və onu başa düşsün. Allahın məndən danışdığını başa düşsün. Əvvəldə qeyd elədik ki, Qurani-Kərimdən Allah bizlə danışır, Qurani-Kərim vasitəsindən. Əgər mən bunun tərcüməsini bilməsəm, mən bilməyəcəm Allah mənə nə yazıb. Sanki mənə bir dənə xarici dildə məktub gəlir, mən onun axırı cəmaatı oxuduram ki, bunu oxuyun görün mənə nə deyib. Mən özüm başa düşməm. Bəzi məktublarda var ki, onun içərisində sənə məxsusdur, sənə özəl sözlər var orada. Ona görə çalışmalıyıq həm ərəbcəsini oxuyaq və bunun böyründəki mütləq və mütləq olmalıdır ki, Allahın bizdən danışdığı, bizə göndərdiyi məktubu özümüz şəxsən oxuyaq başa düşək ki, problem olarsa, başa düşmədiyimiz yerimiz olarsa, o zaman ki, o elm əhlindən soruşub müraciət edə bilərik. Amma bu mütləqdir ki, Azərbaycan dilində Qurani-Kərimin tərcüməsini oxumalıyıq. Ki, bunun özünün də əcri və mükafatı Allah rəhmətində var. Siz qeyd elədiniz həm ərəbcə, həm Azərbaycanca, hətta mən
bir Qurani Kərimdə görmüşəm. Ərəbcəsi, transkripsiyası və hətta yanında Azərbaycanda tərcüməsi də var. Bizim oxumağımız üçün bütün şərait yaradıb. Bir dənə qalıb bizim öz səyimizə ki, biz başlayaq. Bəli. Hz. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm buyurur: Quran oxuyun. Çünki Quran qiyamət günündə onu oxuyanlara şəfaət edəcəkdir. Mirzəli müəllim, xüsusən Ramazan ayında insanlar Qurani Kərimi daha çox oxumağa vaxt ayırırlar. Hətta xətimlər də edirlər. Yeri gəlmişkən, Qurani Kərimi əvvəldən sona nə qədər müddətə oxumaq tövsiyə olunur? Quran-ı Kərimin xətminin zamanı ilə bağlı müxtəlif fikirlər var. Konkret zaman təyin olunmayıb ki, bu müddət ərzində Quran-ı Kərim xətm olunmalıdır. Xətm yəni Quran-ı Kərimi əvvəldən Bismillah, Fatihə surəsindən başlayıb, ta sonunda Fələq-Nas surələrinə qədər oxumağımızdır. Burada Hz. İmam Sadiq əleyhissalamdan bir hədis var və eyni zamanda İmam Rıza əleyhissalamdan bu istiqamətdə eyni məzmunda hədis var ki, buyururlar ki, biz istəsək Quran-ı Kərimi bir gün içərisində xətm edə bilərik. Çünki bu Quran-ı Kərim bizim qəlbimizdədir, yaşayırıq onu, amma biz bu metodu seçmirik. Biz bunu ən tez qurtardığımız, xətm etdiyimiz zaman 3 gündür. Çünki biz hər ayın oxuduğumuz zaman onun üzərində tədəbbür edirik, düşünürük və onun mənasına fikir verməyə çalışırıq ki, Allah bizdən nə istəyir. Və eyni zamanda ən az 3 gündən tez qurtarılmamalı xətm. Çünki əgər 3 gündən tez olarsa, o zaman bu oxumaq olmayacaq yəni artıq. Çox sürətli bir şəkildə oxuyacaq ki, bu da axı əvvəldə qeyd edir Allah buyurur ki, "Vərattil Qur'ana tərtilə." Tərtillə gözəl bir formada oxuyun. Həm təcvid qədər diqqət eləyin, həm onun mənasına diqqət eləyərək oxuyun ki, bu sizə faydasını versin. Buna görə ən azı oxuyan əzizlərimiz 3 günə eləyə bilərlər, amma bu tövsiyə olunmur. Ən azı 1 aya, 15 günə, çünki bu istiqamətdə hədislərimiz var Peyğəmbərimizdən və məsumlardan ki, 14 günə qurtara bilərsiniz, 1 aya qurtara bilərsiniz, maksimum 1 aydır yəni. Çox da qurtara bilərsiniz. Məsələn, bəzi əzizimiz ola bilər ki, götürüb bir səhifəni oxuyur, onun üzərinə çoxlu düşünür. Bunun faydası, əcri, mükafatı Quran-ı Kərim oxuyub başa düşmədən xətm olmanın səbəbindən daha çoxdur. Buna görə xətm etməyin zamanı daha çox onu tez sürətli bir şəkildə qurtarmaqdan daha çox, yəni bitirim, qurtarım şəklində etməkdən daha çox o ayələrin üzərində düşünərək oxumağını daha çox tövsiyə olurum. Bu cürdə oxuduğumuz zaman ən azı 1 ay çəkən Ramazan ilə gözəl fürsətdir ki, 1 ay ərzində, yəni gündə bir cüz oxumağına, 10 vərəq oxumağına ki, onun mənasını da ən azından bir göz gəzdirərək xətm eləyə bilərik. Bunu da buradan deyim ki, bəzi əzizlərimiz var və ya yaşlıdırlar, ya hələ ki, yaşları balacadır, öyrənə bilmirlər Quran-ı Kərimi və ya eşlər buna fürsət verir. Həzrət Peyğəmbərdən bir hədis var ki, deyir, əgər istəyirsənsə Quran-ı Kərimin xətminin savabını əldə eləyəsən, yatmazdan əvvəl 3 dəfə İxlas surəsini oxuyun. Yəni Qul Huvallah bildiyimiz surəsini. Qul Huvallahu ahad, Allahus samad, ləm yelid və ləm yulad və ləm yekun lehu kufuvan ahad. Əgər 3 dəfə bu İxlas surəsini əvvəldən sona qədər tələsmədən, yavaş-yavaş, aramla bu ayələrin mənasını diqqət edərək, oxuyaraq xətm edərəksə 3 dənə surəni, İxlas surəsini 3 dəfə bu zaman Əziz Peyğəmbərimiz buyurur ki, Quran-ı Kərim xətm edənin savabını əldə edərsən. Nəinki Quran-ı Kərim xətm edərsən, Quran-ı Kərim xətm etmək özü ayrıdır. Amma bir də var, mənim zamanım yoxdur, işlərim çoxdur və ya yaşım artıq ötüb, mən indi Quran-ı Kərim oxumaq istəyirəm, öyrənə bilmirəm, zehnim götürmür. Peyğəmbər bunlar üçün də bir yol qoyub ki, 3 dəfə İxlas surəsini oxumaqla həmin Quran-ı Kərimin xətminin savabını və mükafatını əldə etmək olar və mümkündür. Allah Teala bizə savab qazandırmaq üçün Peyğəmbərimizin əli ilə bütün asan yolları bizə bildirir. Mirzəli müəllim, çox sağ olun, təşəkkür edirik, əziyyət çəkib gəldiniz. İnşallah siz bayaq qeyd elədiniz sözünüzün əvvəlində Quran-ı Kərimi oxuyub ucalmaq. Allah bizə nəsib eləsin ki, bu Ramazan ayında Quran-ı Kərimi həqiqətən oxuyub ucalanlardan olaq. Bu arzu ilə də sizinlə sağollaşırıq. İslam Deyiş kollektiv adından sizə öz təşəkkürümüzü bildiririk. Minnətdarım, Allah razı olsun ki, dəvət etdiniz. Çox sağ olun, təşəkkür ederim. Təşəkkür edirəm. Peyğəmbərimiz Salavatullah buyurmuşdur: Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir. Ramazan ayı Quran ayıdır. Gəlin bu mübarək ayda Qurana daha çox bağlanaq. Onu oxumağı və mənimsəməyi həyatımızın ayrılmaz bir hissəsinə çevirək. Allah bizi Quranın nuru ilə nurlandırsın və bizi ondan uzaq düşənlərdən etməsin. Növbəti cümə günü görüşmək ümidi ilə Allaha əmanət olun.